Bugün iki fərqli qəlyanaltı hazırlayırıq. Həm asan, həm də çox dadlı. Mövsümə uyğun göyərtilər, içərisinə biraz da pendir əlavə etdim və biraz qovurduğum ətli içlik. Hazır qutablıq lavaş xəmirlərindən istifadə edirəm. Üçbucaq olan lavaşa ətli içlikdən qoyub bu qayda ilə bükürəm. Bu cür şeyləri hazırlamaq mənə çox rahat gəlir. Nə qədər sadə olsa da dadı çox gözəl olur.